Hoş gördük değerli dostlar, hər vaxtınız xeyirli olsun. Xırdalan şəhərindən salamlayıram sizi. Bu günləri biz sizin üçün bir dənə 3 otaqlı, ipotekaya yararlı, tam mülkiyyət, Xırdalanın tam mərkəzində, humanitar hesabı kollecə yaxın olan bir yerdə, 3 nömrəli 2 və 9 ali məktəbə yaxın olan bir ərazidə 3 otaqlı tam mülkiyyət 2 sotun içində, 2 sota yaxın içində olan belə bir evimiz satışa çıxarılıb, hadvarına qədər var, isitmə sistemi kombidir. Tam əşyalı satılır. Bu evdən heç nə götürülməyəcək. Tam əşyalı. Kamera sistemi də var. Bax qardaş. Bax həyətini də çək görsən. O tərəfi də bir dənə zəhmət olmasa götür. Bax belə bir geniş həyəti var. Gələcəkdə burada xeyirli iş eləmək olar. Hər bir kampaniyaya hazırdır həyət. İstədiyiniz yığıncağa hazırdır. Burada deməli kamerası da var. Evin kamerası, giriş hissəsi buradır. Gəl qardaş. Evimizin təmiri normaldır. Təmiri qəşəngdir. Gəl bu zal hissəsinə qardaş. Bax, bura onun zal hissəsidir. Bütün nə görürsünüzsə evdən çıxmayacaq. Nə əşya görürsə evdə qalır. Qiyməti də münasibdir. Yenə də izah edirəm. Xırdalan şəhərində 2 və 9 ali məktəbin yaxınlığı Tenkomdan aşağı küçədə yerləşir. Keç qardaş burada bu otaqları çək. Bura onun yataq otaqlarıdır. Bütün pəncərələrin qarşısı açıqdır. Bütün dərs nə varsa burada yataq dəsti hamısı qalacaq. Gəl bura. Burada onun bir yataq otağıdır böyüklər üçün. Bayaq baxdığınız uşaq yataq otağıdır. Burada böyüklər üçün yataq otağıdır. Qiyməti münasib bir qiymətdir. Xırdalan şəhərində həqiqətən ən gözəl yerdə yerləşir. Həyətinə görə də əla bir qiymətdir. Bura sanitar qovşağıdır. Keçək mətbəxinə, qardaş. Gəl mətbəxini də çəkək, bunu yekunlaşdıraq. İnşallah kim alırsa Allah xeyrin versin. Həqiqətən də holu da genişdir. Burada da onun mətbəx hissəsidir. Rahatlıqla mətbəxdə oturub durmaq olur. Stolu da var, hər bir şey var. Bütün əşyalarla bir yerdə 95.000 manatda tam mülkiyyət qurçalı. Qiymətdə razılaşmaq olur. İnşallah gəlin bu evə baxandan sonra ev sahibini də çağırarıq, oturaq, qiymətində razılaşırıq. Allah satana da alana da xeyir versin. Məndən bu qədər. Kim bu ev barədə kimin nə sualı varsa bizlə əlaqə saxlasın. Əlaqə nömrəmiz telefonda səhifədə aşağıda olacaq. Sağ olun, minnətdarım izlədiyiniz üçün.